Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Və sallallahu ala Muhammedin və alihi't-tahirin. Salam hörmətli tamaşaçılar, hər vaxtınız xeyir olsun. Xoş gördük sizləri. Biz artıq neçə verilişdir ki, İslam dinində ən müqəddəs və ən mühüm ibadətlərdən biri olan həcc ibadətinin hökmləri və məsələləri barəsində danışırıq. Mən söhbətimizin əvvəlində təbərrük ünvanı ilə bir rəvayəti sizlərə təqdim edib, inşallah bunun hökmlərinə davam verəcəyik. Səhih bir rəvayətdə İmam Sadiq əleyhissalamdan belə nəql olunur. Mən mətə və ləm yəhuccə haccətəl İslam ləm yəmnə'uhu min zəlikə hacətun təcḥəfu bihi əv maradun la yutiqu fihil həcc əv sultanun yəmnə'uh fəlyəmut Yahudiyyən əv nəsraniyyən. Hər kəs ölə, halbuki Həccətül İslamı yerinə yetirməyə. Eyni zamanda bunun bu həcci yerinə yetirməməsi üçün üzrü də olmaya. Nə xəstə ola, belə ki, həcci yerinə yetirə bilməyə, nə bir sultan və padşah bunun qarşısını kəsməyə, yəni nə yol problemi olmaya, bədən problemi olmaya və digər üzrləri olmaya getmək üçün. Əgər belə olarsa, bununla belə həcci tərk edib ölərsə, fəlyəmut Yahudiyyən o nəsraniyyən. Bu şəxsin ölümü Yəhudi və nəsrani ölümü kimidir. Yəni, baxın, görün, İmam Sadiq əleyhissalam bu rəvayətdə həcc boynuna vacib gəlib, üzürsüz halda onu tərk edənin ölümünü Yəhudi və nəsraninin ölümünə oxşadır. Yəni, kafir ölümünə oxşadır. İnşallah Allah təbarək və teala bizim hamımıza həcci nəsib etsin və onu mərifətlə ziyarət etməyi, mərifətlə Allahın evini ziyarət etməyi və əməllərini yerinə yetirməyi bizə inşallah tövfiq versin. Və bizdən bunu ali dərəcədə qəbul etsin. Əgər hər hansımız bu ziyarət bizə nəsib olubsa, inşallah davamlı şəkildə, mütəmadi formada bunu bizlərə nəsib etsin. Amma gələk əsl söhbətimizə. Bizim söhbətimiz həccin vacib olmasının şərtlərində idi. Ötən verilişimizdə biz icmal şəkildə bunun barəsində danışdıq. Dedik ki, həccin şərtlərindən biri əqildir, büluğdur, hürriyyətdir və istitaətdir. Yetişdik, istitaətin barəsində söhbət edirdik. Və istitaəti qüdrət və imkan mənasına etdik və məlum oldu ki, burada qüdrət və imkandan məqsədimiz əqli imkan deyil, əqli qüdrət deyil. Baxın, biz hər hansı bir şərti həccin vacib olmasının şərti sayırıqsa, yəni o şərtin hər biri olmasa həcc vacib deyil. Misal üçün, dedik, buluq, həddi buluğa yetişmək həccin vaciblərindəndir, şərtlərindəndir. Vacib olmasının şərtlərindəndir. Yaxşı, əgər biri həddi buluğa yetişməyibsə, həcc də ona vacib deyil. Bunu bilirik. İstitaət də bu cürdür, qüdrət də bu cürdür. Əgər qüdrət şərtdirsə həccin vacib olmasında, əgər birinin qüdrəti və imkanı yoxdursa, həcc buna vacib deyil. Hətta çətinliklə gedib həcci ziyarət etsə, həcc əməllərini yerinə yetirsə, baxmayaraq ki, həcc səhihdir, lakin Həccətül İslam üçün kifayət etmir. Belə ki, hər zaman qüdrəti oldu, vacibdir gedib həcci yerinə yetirsin, vacib həccini. Bəs gərək burada müəyyən edək, burada qüdrətdən məqsəd hansı qüdrətdir? Əqli qüdrət deyil. Bu mənaya ki, yəni mənim bir miqdar, həm canım xəstədir, misal üçün, həm canım xəstədir, gedə bilmirəm, amma eləyə bilərəm, hərəsi bir tərəfimdən tutsun məni həccə aparsın, çətinliklə həcc yerinə yetirəm.
Əqli baxımdan bunun imkanı var, amma şəri baxımdan bunun dairəsi genişdir. Bunu şərt bilir. Yəni bu həddə çətinliyi şərt bilir. Şərt edir. Buyurur ki, bu şəriətin dilində, şəriətin baxışında, yəni sənin qüdrətin yoxdur. Xəstəsən, qüdrətin yoxdur. Pulda da və malda da belədir. Ola bilsin birinin bir miqdar pulu olsun, belə ki, gedib həcci ziyarət edib gəlməyə kifayət etsin. Lakin əql buna hökm verir, əgər qüdrətdən məqsəd, imkandan məqsəd burada əqli imkan olsa. Lakin şəri imkan bu demək deyil. Şəri istitat bundan daha da genişdir. Biz ötən verilişimizdə dedik ki, 4 baxımdan, mali cəhətdən, 4 baxımdan bu müstəti olmalıdır. Qüdrətli və imkanlı olmalıdır. Onun biri budur ki, zad və rahilə. Yəni, getmək üçün bunun mərkəbi, minik olmalıdır. Qədimdə dəvə, at, qatır, ulaq, bu günləri avtobus, təyyarə və s. Bu imkanı olmalıdır. Ya özünün olmalıdır, ya da ki, bunun üçün pul olmalıdır. Ki, adətən bu cürdür. Yəni, bunun əgər bugünkü zamanədə öz şəraitimizlə təsəvvür etsək, yəni mənim pulum olmalıdır, samalyot pulu, təyyarə və ya avtobus pulu, maşın pulu olmalıdır ki, mən Məkkəyə gedim və qayıdım həmçinin. Və həmçinin orada qalmaq üçün, hotel üçün şəraitim olmalıdır. Qalmağa, neçə gün qalacam. Buna və yemək imkanı, nə qədər ki oradayam, yeməyim təmin olunmalıdır. Məskənim təmin olunmalıdır. Ən azı özümün tərəfindən. Sonraki söhbətlərdə digər məsələlərə toxunarıq, əgər başqasının tərəfindən olarsa. Yəni, buna mənim imkanım olmalıdır. Bu birincisidir, buna zad və rahilə deyirlər. İkincisi budur ki, mən həcdə olan 20 gün, 15 gün, 1 ay müddətində mənim evdə olan əyalım, ailəm, maddi baxımdan, məskən, geyim və yeyim baxımından təmin olunmalıdır. Yəni, buna mənim qüdrətim çatmalıdır. Üçüncü baxışdan, yəni mali istitatın üçüncü növü, mənim gündəlik həyatda mənim üçün zəruri olan maddiyyatım təmin olmalıdır. Mənim yaşayış üçün məskənim olmalıdır. Əgər şəhənimdədirsə, mənim maşınım olmalıdır. Və ev əşyalarım olmalıdır kifayət qədər, ev ləvazimatım olmalıdır kifayət qədər, öz həddimdə. Əgər bunlar yoxdursa, mali istitat, hətta Məkkəyə gedib gəlməyə mənim pulum da olsa vacib deyil mənə. Dördüncüsü, gedib qayıdandan sonra yaşayışımı rahatlıqla idarə etməyə imkanım olmalıdır. Misalı üçün, belə olmamalıdır ki, mən özümün gündəlik çörəyim çıxan, oradan kisb etdiyim bir dükanımı, mağazanı və ya hər hansı bir binanı satam çıxıb gedəm. Belə ki, qayıdandan sonra artıq həyatımı idarə edə bilməyəm, yaşayışımı idarə edə bilməyəm. Amma xeyr, qayıdandan sonra bir mağazam var və ya elə bir sənətin var ki, normal formada bununla mən yaşayışımı davam verirəm. Xeyr, burada artıq qüdrəti var demək olar bu şəxs, yəni bunun qüdrəti var, həcc də ona vacib olacaqdır. Amma eyni zamanda bunları biz təfərrüatlı formada lazımdır bəhs edək və hərəsinin öz məsələlərini yerinə yetirək. Öz məsələlərini qeyd edək. Birinci dedik, zad və rahilədir. Yəni, gedib gəlmək xərci. Burada elə söhbətimizdə dedik, lazımdır orada minik və mərkəb özünün olsun. Pulu olsa, necə ki, artıq məlumdur, bu arada çox danışmağa ehtiyac yoxdur, o kifayət edər. Burada bir sual və bir məsələ. Mənim bu günləri imkanım yoxdur həccə gedəm. Lakin elə bir sənətkaram, bacaracağım var, eləyə bilirəm, müəyyən bir sənətin dalıca gedim. Sənətkaram, müəyyən bir sənəti işə qoyum, işlədim və pul qazanım. O pul mənim mali baxımdan ehtiyatsız etsin və həcci mənə vacib etsin nəticədə. Və ya elə bir alverə özümü vura bilərəm ki, təhlükəsiz də bir alverdir. Mən pul gətirəm, həcc mənə vacib olsun
və gedim həccə. Aya bu işi görmək lazımdır ya lazım deyil? Cavab mənfidir. Xeyr. Lazım deyil. Lazım deyil mən özümü müstəti edəm, həcc mənə vacib olsun. Mən özümü imkanlı edəm, həcc mənə vacib olsun. Xeyr. Əgər getdim bir gün özümü imkanlı etdim, bir iş gəldi qabağa imkanım oldu, o zaman həcc vacib olacaqdır. لبيك لا شريك لك لبيك إن الحمد والنعمة لك والملك لا شريك لك لبيك لبيك لا شريك لك لبيك إن الحمد والنعمة لك والملك لا شريك لك لبيك. İkincisi dedik ki, öz ailəsinin səfər müddətində öz ailəsinin vəziyyəti, maddi ehtiyacları təmin olunmalıdır. Burada əyalının, ailəsinin məunəsi təmin olunmalıdır ibarəsi işlədirlər. Məunəsi yəni onun gündəlik ehtiyacları, başqa sözlə onun nəfəqəsi. Nəfəqədən məqsəd yeyimdir, məskəndir, geyimdir. Ki, zəruridir, ən azı bu üç şey buna zəruridir. Amma əyaldan məqsəd burada nədir? Ailədən məqsəd kimdir burada? Burada ən azı, bunda heç bir şübhə yoxdur ki, bu nəfəqəsi buna vacib olan şəxslər bunun ailəsidir. Bunun öz xanımı, həyat yoldaşı, övladları, həmçinin bəzi zamanlar, yəni bəzi vaxtlar, bəzi şərtlərlə atası və anası. Bunun ailəsi sayılır. Bəs lazımdır, ata, ana, əgər saxlayırsa, bununla qalırlarsa, bu nəfəqəsi buna vacibdirsə, həyat yoldaşı və övladlarının xərcini təmin edə bilsin həmin müddətdə. Ən azı bu şəxslərdir. Amma bir sıraları buyururlar ki, xeyr, əyaldan məqsəd burada daha da genişdir. Yəni, hər hansı bir şəxs ki, onun ailəsi hesablanır, ailə üzvü hesablanır. Hətta vacibun nəfəqəsi də olmasa belə. Vacibun nəfəqəsi ki, nə deməkdir? Yəni, nəfəqə, yəni onun məskənini, yeməyini, geyimini təmin etmək mənə vacib deyil. Bu şəxsə xanımının və övladının, bəzi zaman atası və anasının nəfəqəsi vacibdir buna. Nəfəqəsini təmin etməlidir. Amma bacısı, qardaşı, əmisi, dayısı belə deyil ki, nəfəqəsi bu şəxsə vacib olsun. Bu ikinci nəzərdə buyururlar ki, əgər hətta qardaşı, misal üçün, bununla qalırsa, deyirlər ki, bu qardaşını bu saxlayır, qardaşı bununla qalır. Böyük bir qrup müctəhidlər buyururlar, hətta bu da onun əyalı sayılır, burada ailəsi sayılır. Bəs həccə gedərkən bunun da nəfəqəsini nəzərdə almalıdır. Bunun da xərcini qoymalıdır. Əgər buna imkanı varsa, həcc vacibdir. Əgər imkanı yoxdursa, həcc vacib olmayacaqdır. Baxmayaraq ki, qardaş vacibun nəfəqə deyil, bacı vacibun nəfəqə deyil, əmi vacibun nəfəqə deyil. Amma bununla qalırsa, bunun öhdəsi nədirsə, vacibun nəfəqədir. Bunun bariz nümunəsini biz kiçik qardaşla vura bilərik ki, yəni hələ həddi buluğa yetişməyib, bunun öhdəsindədir, özünə bir saman verə bilməyib həyatına. Amma hər halda yaşından asılı olmayaraq. Amma birinci nəzərə əsasən, bunu mən burada əlavə edim. Birinci nəzərdə buyururlar ki, vacibun nəfəqələr təkcə bunun boynundadır. Həcdə şərtdir onu təmin etmək. Bəli, əlavə edirlər. Əgər o şəxslərin ki, nəfəqəsini ödəmək buna vacib deyil, amma ödəməsə düzdür günah etməyib, amma çətinliklə üzbəüz olacaqdır. Nə kimi? Misal üçün, baxın, qardaşının nəfəqəsi buna vacib deyil. Amma qardaşı bununla yaşayır. Hal-hazırda bu şəxs eləyə bilir, öz ailəsinin və övladının xərcini qoysun evdə. Amma və getsin həccə. Digər şərtlər yerindədir. Amma 1-2-3 qardaşı, bacısı bununla qalır, onların xərcini ödəyə bilmir. Vacib, bu birinci nəzərə əsasən buyururlar ki, burada artıq həcc vacibdir bunun boynuna. Lazım deyil ki, artıq onların nəfəqəsində nəzərdə alsın. Bəli, o zaman şərtdir ki, əgər gedərsə, həcci yerinə yetirib
gətirərsə, buna çətin olacaq. Necə? Lazımdır ki, hər halda qardaşı bununla qalır, gedib bir borc almalıdır, xərcə düşməlidir. Kiməsə ağız açmalıdır bunun qardaşlarına kömək etsin. Həvəzdir, bunun üçün çətindir. Baxın, düzdür vacibin nəfəqəsi deyil. Amma qoyub getsə çətinliklə üzbəüz olacaq. Buyururlar, bu zamanda vacibin nəfəq olmayan şəxslərin də xərcini nəzərdə almaq artıq həccin vacib şərtlərindən sayılacaqdır. Üçüncü baxımdan dedik, gündəlik buna zəruri olan ehtiyacları təmin olunmalıdır. Nə kimi? Yaşayış mənzili olmalıdır bunun. Ev əşyaları, ev ləvazimatı, lazımı zəruri işlər olmalıdır. Bunun üçün nələr lazımdır? Bu günləri, misal üçün, o təmtərağı kənara qoyduqdan sonra bir qız ər evinə gedirsə, nələr lazımdır onun üçün? Təqribən normal həddə öz şənində bu zəruri əşyaları olmalıdır. Əgər, necə deyərlər, maşını yoxdursa və maşına ehtiyacı var və şənindədirsə, bu da nəzərdə alınmalıdır. Ya bunlar olmalıdır, ən azı bunlar da olmasa bunların puluna malik olmalıdır. Belə ki, bunları bir miqdar bunun əlində pul olmalıdır ki, bunları da ala bilsin. Burada bir sual qarşıya çıxır. Baxın, burada dedik mənzili olmalıdır. Ən bariz nümunədir. Gündəlik, zəruri, buna lazım olan işlərdən biri, lazım olanlardan biri məskəndir, mənzildir. Burada sual budur ki, lazımdır bu mənzilin maliki olsun, yəni bunun şəxsi mülkü olsun, ya xeyr, bir yerdə icarə də otursa belə, kirayənişin də olsa belə, kifayətdir bunun üçün. Yəni bunun da artıq mənzili var. Yəni şərt deyil ki, yəni şəxsi mənzili olmaq şərtdir ya şərt deyil. Buyururlar ki, xeyr, şərt deyil. Burada biz ki deyirik mənzili olmalıdır, yaşayış mənzili olmalıdır, yaşayış məskəni olmalıdır. İstər kirayə olsun, icarə olsun. Və ya müəyyən idarə buna müvəqqət şəkildə verir qalmaq üçün. Ya da ki öz məxsus mənzili olsun və şəxsi mülk olsun. Bu, yəni burada fərq etmir. İkincisi burada bu baxımdan bu gündəlik zəruri olan tələbatlar əsasında, ehtiyaclar əsasında bu baxımdan danışmalıyıq ki, burada şəniyyət rol oynamır. Yəni, mümkündür bir şəxsin müəyyən ev ləvazimatı, ev əşyaları varıdır. Amma bunun şənindən aşağıdır. Yəni, bunun həddində olan, bunun şəxsiyyətində olan insanlar, bunun zamanəsində olan insanlar, bunun həmyaşıdları, bunun çiyin-çiyinə gəzdiyi şəxslər bu cür məna edək. Öz həddində olan şəxslər təhsil baxımından, məqab baxımından, nəsil baxımından bunun malik olduğu əşyalar digərlərindən çox aşağıdır. Amma varıdır hər halda. Buyururlar ki, bunu da nəzərdə almalıdır. Yəni bir miqdar pulu var, onunla həccə də gedə bilər. Amma yenə də bunun şənindən aşağı bunun ləvazimatı vardır. Buyururlar, bu elə bilər, onları alsın, həcc ona vacib deyil. Öz şənini təmin etsin, öz şənini təmin etsin. Nəticədə, nə nəticə almaq istəyirəm? Bu günlər bildiyiniz kimi maşın hər bir şəxsin şənindədir ki, öz həyətində bir maşını olsun, öz ailəsi üçün. Əgər birinin eləyə bilər, bir miqdar pul gəlib bunun əlinə, ya maşın alsın, ya həccə getsin. Nə etməlidir burada? Maşınını eləyə bilər, alsın və həccə getməsin. Həcc buna vacib deyil. Və ya həmçinin bundan da üstün bir, necə deyərlər, misal. Bu şəxsin pulu vardır, pul gəlib əlinə, amma o pulla ev almaq istəyir. Ən azı ev almaq niyyətindədir o pulla. Bəli, eləyə bilər, o pulla ev alsın, ev almaq üçün sərf etsin və onu qəsd etsin ən azı və həccə getməsin. Həcc buna yəni vacib olmur. Amma əgər burada bir dənə sual elə bu misalda. Misal çəkdik ki, bunun maşın pulu vardır əlində və ya mənzil pulu vardır əlində və şənindədir bunun şəxsi mənzili olsun, necə ki, həqiqətən bütün insanların şənindədir, şəxsi maşını olsun, necə ki, bütün bugünkü zamanında yaşayan insanların şənindədir və səviyyəsindədir maşını olsun. Baxın, belə olan halda, indi bu almadı maşın,
almaq fikrində də deyil. Ev almaq fikrində də deyil. Bəli, burada artıq çünki əlində pulu vardır. Maşın almaq da, ev almaq da qəsdi yoxdur. Vacibdir getsin, həccini yerinə yetirsin və Həccətül İslam da onun boynundan saqit olur. Burada bir axırıncı məsələ kimi mən bunu əlavə etmək istəyirəm. Dedi ki, şən burada lazımdır, şəni riayət etmək. Elə ona görə də hətta bəzi müstəhidlər bu qeydə vururlar ki, əgər bir şəxs icarə oturur, kirayənişindir, amma kirayədə oturmaq bunun səviyyəsindən aşağıdır. Yəni bunu elə bir alim bir şəxsdir, dindar və məqamlı bir şəxsdir. Belədir ki, kirayədə oturmaq ya bunun üçün bir xarlıq və çətinlik gətirir, bir zillət gətirir və həmçinin bunun şənindən aşağıdır. Belə olan halda hətta buyururlar ki, biz ki dedik mənzil və məskənin olmasında şəxsi mülkün olması şərt deyil, artıq bu şəniyyəti riayət edəndə bəzi insanların barəsində bu şəniyyəti riayət edəndə bəzi insanların barəsində məskənin şəxsi olmağı da şərt olacaqdır. Bugünkü verilişimiz burada sona yetir. İnşallah gələn verilişlərimizdə bu mali qüdrət, mali imkan barəsində daha da ətraflı sizi tanış edəcəyik. Sizin hamınızı mütəala Allaha tapşırıram. Dünya və axirətdə xoşbəxtlik arzulayıram. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.